Qonağımız Hilaldır. Kimdir Hilal? Ümumiyyətlə maşın nömrələrinə baxanda, hərflərinə baxanda sizdə bir oyun oynayırsınız. Oynayıram. Qasırğalara ad qoyulur. Sizcə Bakı küləyinə də ad qoyulmalıdırmı? Dostlar, mövzum var. Rihannanın doğmağı. Ücə mən əsəblər. Onun özü də 3 dənə əzələdir də. Onu da yəni o dərəcədə quru olmalıdır ki. Quru gluten. Götünə xiyar bankasız adası. Yes. Baxıram ki. Hilal, bəs Tumuşun üç bucaqdır o yarışdakılardan. Sətirdən sətrə keçmək var. Bunun çıxış yolunu bilirəm. Sətirdən sətrə heç bir sözü keçirməmək. Zabumafu. Meymun ölüb. Allah rəhmət eləsin. Şey yad uzadı Alf. Yad uzadı bu Bicqul. Bəs hansı rəngdə Tumuş xoşlayırsınız dostlar? Belə bir məlumat oxuyun. Oxu. Fillər bir-birlərini qıdıqlayırlar. Ən sevdiyin yemək. Dolma. Amma yanındakı qatıq da çox önəmlidir, kələm dolma. Kələm olmasını qatırsan sən. Ha, zor görürəm. Zor görürəm. Yarpaq adam. Nə nırt. Zarafatsız Nə nə nırt. nırt. Hər şey qanun kimidir, nırt. Marjinalarımız qalıb orada. Yeyərik də. Yanında yeyərik. Durun Tumuşunuzu göstərin. Çünki indi qiymətlər dəhşət. Yəni DJ Nəzər nöqtəsi. Nəzər nöqtəsi. Ekspertlər verdi şu an. DJ Tural. Setka sözü işlətməmsən sən kiməsə. Setka vedrə. Onlar eyni kateqoriya. Vedrə nə qəşəngdir hə. Vedrə. Niyə qıznaqla dedi? Vedrə. Niyə çirkinləşir?